This is your corner? Yes, it's our corner. Cənab Nazir, öncəliklə müsahibəyə dair sorğumuzu qəbul etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm. Çünki bilirəm ki, bu kimi tədbirlərdə iştirak zamanı qrafikiniz çox sıx olur. I am extremely grateful for your kind invitation. Səmimi dəvətinizə görə dərin təşəkkürümü bildirirəm. Pakistan xalqı və hökuməti adından Azərbaycan prezidentinə ölkəmizə daim göstərdiyi səmimi dostluq münasibətləri üçün xüsusi minnətdarlığımı bildirirəm. İcazənizlə bu münasibətlə Pakistanın baş nazirinin tez-tez söylədiyi bir ifadəni xatırlatmaq istəyirəm. O, Pakistan-Azərbaycan münasibətlərindən danışarkən deyir ki, biz iki bədəndə bir canıq. Məhz bu ruhda, burada, Bakı Enerji Forumunun 30 illik yubileyində iştirak etmək mənim üçün böyük şərəfdir. Cənab Nazir, məlumdur ki, Azərbaycan və Pakistan bir sıra sahələrdə geniş və səmərəli əməkdaşlıq əlaqələrinə malikdir. Fikrimcə, enerji sektoru bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu kontekstdə Bakı ilə İslamabad arasında mövcud enerji əməkdaşlığını necə qiymətləndirirsiniz? I think one concern that all of us have is Düşünürəm ki, hamımızı narahat edən bir məqam ondan ibarətdir ki, Pakistan və Azərbaycan arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətləri ilə müqayisədə iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələr bu səmimi münasibətlərin səviyyəsini hələ tam əks etdirmir. Elə buna görə də hazırki səfər çərçivəsində əsas məqsədlərimizdən biri enerji sahəsində əməkdaşlığın və ticarət həcminin artırılması, eləcə də Pakistanın sürətlə artan enerji tələbatının ödənilməsi istiqamətində konkret addımların atılmasıdır. Bildiyiniz kimi ölkəmizin əhalisi təxminən 250 milyon nəfərdir və bu da böyük enerji ehtiyacları deməkdir. Bu məsələləri sizin energetika naziriniz və qardaşım Pərviz Şahbazovla müzakirə etmək mənim üçün xoş fürsət oldu. Hazırda əməkdaşlıq üçün bir sıra istiqamətlər üzrə real potensial mövcuddur. İstər birgə boru kəmərlərinin tikintisi, istərsə də Pakistanda mövcud neft emalı zavodlarının yenilənməsi və ya yenilərinin inşası, istərsə də Azərbaycandan xam neftin idxalı və ölkəmizdə emal olunaraq daxili tələbatın ödənilməsi istiqamətində. Eyni zamanda faydalı qazıntılar sektorunda da əməkdaşlıq imkanları nəzərdən keçirilir. Biz Azərgold nümayəndə heyətinin yaxın vaxtlarda Pakistana səfərini səbirsizliklə gözləyirik. Bu səfər çərçivəsində qızıl yataqlarının kəşfiyyatı və hasilatı üçün ilkin təqdimat və seismik araşdırmalar aparılması planlaşdırılır. Bununla yanaşı, bu əməkdaşlıq Pakistanın müvafiq infrastrukturuna investisiya qoyuluşunu və şəbəkənin genişləndirilməsini də əhatə edə bilər. Yəni, ticarət həcmi baxımından potensial kifayət qədərdir. Lakin indi bu münasibətlərdə mövcud olan yüksək etimad və xoş niyyəti real iqtisadi nəticələrə çevirməyin vaxtıdır. Pakistan və Azərbaycan arasında qaz təchizatı ilə bağlı müqavilə imzalanıb. Bu müqavilənin əsas şərtləri nələrdir və bu müqavilənin Pakistanın enerji bazarına mümkün təsirləri necə qiymətləndirilə bilər? I think the kind of flexibility that the Azerbaijani Düşünürəm ki, Azərbaycanla imzalanmış təbii maye qaz tədarükü müqaviləsi Pakistan üçün təqdim etdiyi çeviklik baxımından misilsizdir. Lakin hazırda ölkəmizdə müəyyən qədər artıq qaz həcmi olduğuna görə, hələ ki, həmin müqavilədən tam faydalana bilməmişik. Bu səbəbdən səylərimiz əsasən uzun müddətli müqavilələrin icrasını təmin etməyə yönəlib. Beləliklə, bu istiqamətdə irəliləyiş əldə etdikdən sonra Azərbaycan kimi qardaş ölkədən əlavə qaz həcmlərinin idxalı üçün geniş imkanlar yaranacaq.
Bu məsələ üzrə daxildə zəruri işlər görülür və elektrik enerjisi bölməsindəki alıcılıqla bağlı problemlər aradan qaldırıldıqdan sonra Azərbaycandan daha çox spot qaz həcmlərinin alınması üçün böyük bir fürsət yaranacaq. Cənab Malik, Pakistan, Türkiyə və Azərbaycan arasında enerji əməkdaşlığının önəmi nə dərəcədədir? Sizcə gələcəkdə bu üç ölkə enerji nəqli və təchizatını koordinasiya edən bir platforma yarada bilərmi? I think in the opening address, the Azerbaijani Minister of Energy Düşünürəm ki, Azərbaycanın Energetika Nazirinin açılış nitqində ortaya qoyduğu baxış olduqca aydın və təsirli idi. Çünki yaşıl texnologiyalara keçid prosesi tək bir ölkənin, istər Pakistan, istər Azərbaycan, istərsə də Türkiyənin tək başına həll edə biləcəyi məsələ deyil. Əgər biz qlobal iqlim problemlərinə cavab vermək istəyiriksə, bu keçidi yalnız birgə əməkdaşlıqla həyata keçirə bilərik. Ona görə də bu sahədə istənilən əməkdaşlıq təşviq edilməlidir və mən düşünürəm ki, Bakı bu məsələdə liderlik göstərir. Bu, həm Türkiyədən hörmətli nazir cənab Ahmed, həm də şəxsən mənim tərəfimdən yüksək qiymətləndirildi. Biz Azərbaycan tərəfinin təqdim etdiyi vizyona sadiqliyimizi bildirdik. Çünki enerji portfelimizə yeni texnologiyaları inteqrasiya etdikcə, hazırda Azərbaycanın öz enerji tələbatını ödəmək üçün istifadə etdiyi böyük həcmdə fosil yanacaq və təbii maye qaz yükünün sərbəst qalması mümkün olacaq. Həmin həcmdə yanacaq isə sənayeləşmə və rifah səviyyəsi aşağı olan ölkələrin artan enerji tələbatını ödəmək üçün yönləndirilə bilər. Lack of prosperity in those countries, so as Pakistan and Turkey Pakistan və Türkiyə kimi ölkələr inkişaf etdikcə və rifah səviyyəsini yüksəltdikcə, bu əlavə həcmlər onların enerji portfellərinin tamamlanmasında mühüm rol oynaya bilər. Pakistan isə bu həcmləri öz enerji balansına daxil etməklə yanaşı, günəş və külək enerjisi kimi daha ekoloji texnologiyalara da üstünlük verəcək. Əməkdaşlığımız bununla da məhdudlaşmır. Baş nazir Şahbaz Şərif ölkədə mədən sənayesinin mexanikləşdirilməsinə qərar verib. Bu isə yaşıl keçid üçün vacib olan bütün strateji mineralların, məsələn, mis kimi elementlərin hasilatını əhatə edir. Bildiyiniz kimi biz hazırda Bəlucistanın Çaği rayonunda Barrick Gold şirkəti ilə birlikdə dünyanın ən iri mis layihələrindən birini həyata keçiririk. Bu layihələr nəticəsində əldə olunacaq resurslar da qardaş ölkənin istər Azərbaycan, istərsə də Türkiyənin ehtiyaclarının ödənilməsinə töhfə verə bilər. Azərbaycanda mövcud olan əlavə enerji həcmləri isə bizim enerji portfelimizdəki boşluqları doldurmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu əməkdaşlıq bölgə üçün hər tərəfli qazanc gətirəcək bir modeldir. Cənab nazir, səhv etmirəmsə, sizin Çinlə iqtisadi dəhliziniz var. Çin-Pakistan iqtisadi dəhlizini nəzərdə tuturam. Bu dəhliz Pakistanın enerji sektorunu necə dəyişib? Əgər yaxın keçmişə nəzər salsaq, hələ o böyük investisiyalar reallaşmamışdan əvvəl Pakistan ciddi enerji çatışmazlıqları ilə üz-üzə idi. Ölkə iqtisadiyyatı demək olar ki, boğulmuşdu. Çünki nə əlçatan, nə də etibarlı enerji təchizatı mövcud deyildi. Bu kontekstdə milyardlarla dollar dəyərində layihələr Çin qardaşlarımız tərəfindən bir kəmər, bir yol təşəbbüsü və Çin-Pakistan iqtisadi dəhlizi çərçivəsində həyata keçirildi. Çin qardaşlarımız Azərbaycanın etdiyi kimi Pakistan hansı çağırışla üzləşirsə, dərhal ona cavab verir və dəstək olurlar. Onlar Pakistanın müxtəlif bölgələrində enerji strategiyalarını qurdular. İstər təmiz enerji sahəsində, istərsə də istilik elektrik stansiyalarında. Biz bu əməkdaşlıq üçün minnətdarıq və bu tərəfdaşlığı daha da gücləndirmək və inkişaf etdirmək niyyətindəyik ki, region üçün qarşılıqlı faydalı, hər kəsin qazanmasını təmin edən bir konfiqurasiya gələcək qurulsun.
Pakistanın bərpa olunan enerjidən istifadəyə dair əsas hədəfləri nələrdir? Ölkəniz Azərbaycanla yaşıl enerji layihələrində əməkdaşlığa açıqdırmı? Absolutely. As I said that, induction of Əlbəttə, necə ki qeyd etdim, yeni texnologiyaların tətbiqi bizim üçün bir hədəfdir və bu texnologiyalar mütləq şəkildə mövcud enerji şəbəkəsinə inteqrasiya olunmalı deyil. Çünki eyni zamanda enerji təchizatının çətin olduğu bölgələrdə off-grid, yəni mərkəzi şəbəkədən kənar ehtiyacları qarşılayan yenilənə bilən enerji sistemləri də qurmaq mümkündür. Bunu əminliklə deyə bilərəm. Çünki son dövrlərdə Pakistan dünyada ən çox günəş paneli ithal edən ölkələrdən biridir. Bu panellər hazırda ölkənin müxtəlif bölgələrində quraşdırılır və enerji təchizatının çətin olduğu ərazilərdə tələbatı ödəmək üçün istismara verilir. Nəticədə bu həmin bölgələrdə insanların həyatını dəyişdirir. Bəli, biz enerji portfelimizdə yenilənə bilən mənbələrin ümumi payını artırmalıyıq. Pakistan olaraq hazırda adam başına enerji istehlakı çox aşağı səviyyədədir. Çünki nə sənayeləşmiş, nə də çox firavan bir ölkəyik. Lakin biz daha davamlı bir inkişaf yoluna çıxmışıq və bu yol boyu artan enerji tələbatımız bütün mənbələr hesabına, xüsusən də yenilənə bilən enerji mənbələri vasitəsilə qarşılanmalıdır. Sonuncu sualım enerji təhlükəsizliyi ilə bağlı olacaq. Son illərdə yaşanan qlobal enerji böhranından sonra Pakistan gələcəkdə enerji təhlükəsizliyini necə təmin etməyi planlaşdırır? Yenilənə bilən enerji mənbələrinin tətbiqi enerji təhlükəsizliyi baxımından da çox mühüm rol oynayır. Çünki bu güc mənbələri bir dəfə işə salındıqdan sonra artıq xaricdən yanacaq və digər resursların idxalına ehtiyac qalmır. Bu baxımından keçid prosesi bizə dayanıqlı enerji təminatı qurmağa kömək edir. Eyni zamanda ölkə daxilində enerji resurslarının kəşfi və istismarı istiqamətində də məqsədyönlü addımlar atılır. Yaxın zamanda biz daxili sahələr üzrə tender mərhələsi keçirmişik və bu mərhələdə Turkish Petroleum kimi bir sıra beynəlxalq şirkətlər çox maraqlı və fəal iştirak edərək sərmayə yatırıb. Biz yerli hasilat imkanlarımızı genişləndirməyə ümid edirik ki, bu da bizim üçün əlavə təhlükəsizlik qatını formalaşdıracaq. Bundan başqa hazırda dəniz yataqları üzrə tender raundu da davam edir. Çünki artıq aparılmış hövziyyət tədqiqatlarına əsasən Pakistanın offshore ərazilərində böyük potensialın olduğu qənaətinə gəlmişik. Bu sahədə biz Azərbaycanın Energetika naziri və SOCAR prezidenti ilə əməkdaşlıq etməyi, bu imkanlardan birgə faydalanmağı müzakirə etmişik. Bu həm münasibətlərin möhkəmlənməsinə, həm də Pakistan enerji təhlükəsizliyi hədəflərinə çatmasına xidmət edə bilər. Bu təşəbbüslərlə yanaşı bir sıra digər tədbirlər də həyata keçirilir. Enerjiyə qənaət strategiyası, səmərəli istifadə üsulları, idxal yanacağından asılılığın azaldılması kimi istiqamətlər üzrə işlər aparılır. Bütün bunlar birlikdə Baş nazir Şahbaz Şərifin rəhbəri ilə hazırlanmaqda olan kompleks enerji islahatları siyasətinin əsas elementlərindəndir. Cənab nazir, bu mənim sonuncu sualım idi. Müsahibə üçün bir daha təşəkkür edirəm. Bakıda olmaq mənim üçün böyük məmnuniyyətdir.